Yay fəslində çox adama həmişə soyuq deyir. Soyuq hava mənə soyuq dəymənin səbəbi deyil. Soyuq dəymə və influenzanın ana nədəni virusdur. Bu yüzden yay-qış fərq etməz. Soyuq dəymə virusu bədənə girə bilsə, soyuq dəymə də olmalıdır. Amma nədən qışda soyuq dəymə yay fəslinə görə daha yaygındır? Hava soyuq olanda çoxları evdə qalmalı olurlar. Bu yüzden soyuq dəymə virusu rahatcasına birindən başqa birinə bulaşar. Bir də rutubətin azlığı soyuq dəymə virusun bulaşmasında önəmli oynam oynayır. Soyuq havada rutubət azalar və havanın quruluğu çoxalar. Quru hava burunun muxatını qurudub və virusun bədənə girməyi üçün yol açar və soyuq dəyməyə bais olar. Beləliklə, soyuq dəymə virusundan uzaq gəzə bilsək, bizə azaraq soyuq dəyəcəkdir.